Salam, hər vaxtınız xeyirli olsun. Biraz xəstələnmişəm, səsim batıb. Çox maraqlı bir reseptlə sizin yanınıza gəlmişəm. Ərəb qurabiyyəsi tamina. Ramazan bayramına əla olar. Onların süfrəsində hər gün Ramazan süfrəsində olur bu qurabiyyə. Mən paylaşıram, 1-2 ildən sonra blogerlar reseptləri tapırlar, harasa deməli bölüşürlər. Deməli 300 qram simalini götürürük, irmikdir. Qızardırıq tavada. Bizə lazımdır xurma pastası. Bizdə olmur, ona görə xurmanı ət çəkən maşından keçirdirik. Blenderdan alınmır. Simalinanı 22 qəşəngcə qızardırıq, lazım olan rəngəcən. Deməli pastanın içinə, xurmalı pastanın içinə 150 qram kərə yağı qatırıq. Göğsüz qızardırıq, belə rəngə gəlir. Və xurma pastanın üstünə, yağlı pastanın üstünə qaynar 22 qatırıq. Əvvəl qaşıqla qarışdırırıq. Sonra soyandan sonra biraz əlimizlə qarışdırırıq xəmir alanacan. Sonra 1-2 qaşıq yemək qaşığı bal qatırıq. Plastilin kimi xəmir alınır. Onlar 2 formada hazırlayırlar. Bir forma deməli taxtanın üstündə oxluqla açırlar və ikinci forma deməli yumru şəklində verib sonra ona baxışlar verirlər. Mən 4 günçü paxlava formasında doğramışam və silikon formasında. Və belə gözəl forma vermişəm. Siz də mütləq hazırlayın.